Bugün qızımın ad gündə hazırladığım ballı tortu paylaşıram. Çox dadlı alındı, gəlin başlayaq. Əvvəlcə qabın içərisinə kərə yağı və bal əlavə etdim. Qazın üzərində qarışdırdım ta ki kərə yağı əriyənə qədər. Daha sonra üzərinə soda əlavə etdim və videoda gördüyünüz kimi köpüklənənə qədər qarışdırdım. Daha sonra qazın altını söndürəm, kənarda soymasını gözləyirəm. Ayrıca qabda yumurta və şəkər tozunu qarışdırdım. Üzərinə soyumuş olan ballı yağ qarışığını əlavə etdim, qarışdırdım. Ən sonunda isə qatıq əlavə etdim. Qatığı siz xama ilə əvəzlədə bilərsiniz, amma qatıqla çox yumşaq alınır və un əlavə etdim. Əli yapışan xəmir alındı. Bundan narahat olmayın. Ayrıca taxtanın üzərinə 1 stəkan un əlavə etdim və hazır xəmirimizi üzərinə tökdüm və yığmağa çalışıram. Çalışın ki, plastilin kimi xəmir alınsın. Əgər un az olsa biraz əlavə edin. Amma çox əlavə etməyin ki, onsuz da soyuduqdan sonra bərkiyəcəkdir. Çox əlavə etsəniz artıq xəmirimiz bərk alınacaq. Sonrası yarım saat artıq salafanın içərisində saxlayıram və yarım saatdan sonra artıq soyumuş xəmir olur və yaymaq asan olur. Yağlı kağızın üzərində yayıram. Üzərinə dairə formasını almaq üçün qapaqdan istifadə edirəm. Çəngəl üzərinə deşiklər aparıram və sobada bişirirəm. Nəzarət edin ki, tez bişən xəmirdir, yanmasın, bərkiməsin. Daha sonra yığmağa başlayıram. Mən qəlibin içərisində yığdım. Daha səliqəli alındı. Məndə 10 korj alındı və üzərinə krem, yenə korj əlavə edirəm, yenə krem əlavə edirəm. Çox dadlı alınan bir tortdur, əvvəlcədən bildirim. Kremin reseptini paylaşacağım. Krem də çox möhtəşəm bir kremdir. Plan bir kremindəndir. Çox gözəl alınır. Daha sonra bütün korlar bitdikdən sonra kənarlarını, üzərini kremləyirəm. Kənarlarına, üzərinə korjlardan çıxan qırıntıları robotdan keçirdib səpirəm. Belə servis edə bilərsiniz və yaxud da ki, mənim kimi şokolad sevənsinizsə, şokoladı əritdim, üzərinə biraz duru yağ əlavə etdim və tortun üzərinə tökürəm. Üzərinə qoz qırıntıları səpə bilərsiniz, mən səpdim, daha qəşəng görsənir. Və soyucuda saxlamağa ehtiyac yoxdur. Otaq temperaturunda bir gün qalsa kifayətdir ki, yumuşalsın. Çox möhtəşəm alındı, dadı, görünüşü çox möhtəşəm tortlardandır.